Qarabağ və Şərqi Zəngəzurda 2040-cı ilədək enerjiyə olan tələbat tam şəkildə yaşıl enerji ilə qarşılanacaq. Bu istiqamətdə mühüm layihələr icra olunur. Enerji infrastrukturunun qurulması, qazlaşdırma prosesi, yarımstansiyaların tikintisi və digər məsələlər Xankəndidə enerji təminatı məsələləri işçi qrupunun iclasında müzakirə edilib. İşğaldan azad edilən ərazilərdə enerji təminatı istiqamətində geniş miqyaslı layihələr icra olunur. Qarabağ və Şərqi Zəngəzurda 1 ədəd 330 kilovoltluq, 12 ədəd 110 kilovoltluq yarımstansiyası tikilib. İlk qapalı tipli Xankəndi 1 yarımstansiyasında isə son tamamlanma işləri aparılır. Hazırda 34 kiçik su elektrik stansiyası istismardadır. Bu rəqəmlərin dəfələrlə böyünməsi nəzərdə tutulur. Çünki ən optimist ssenarilərə görə bu regionun tələbatı 1000 meqavat ətrafında olacaq və hal-hazırdakı istehsal sürətimiz bunun ötəsindədir. Yəni biz dediyim kimi gələcəkdə də Qarabağ nəinki özünü təmin edəcək və bu trend davam edəcək ki, ölkənin digər yerlərində yaşıl enerji ilə təmin eləsin. Bununla yanaşı, Cəbrayılda 240 meqavat gücündə günəş elektrik stansiyasının tikintisi də davam etdirilir. Paralel olaraq 100 meqavatlıq günəş elektrik stansiyasının tikintisinə start verilib. Həyata keçirilən layihələr Qarabağ və Şərqi Zəngəzuru yaşıl enerji zonasına çevirəcək. Bu Naxçıvan Muxtar Respublikası ilə müqayisədə demək olar ki, yarı-yarıya, yəni təqribən 40% Naxçıvan Muxtar Respublikasında istehlak olunan elektrik enerjisinə bərabərdir ki, bu da həqiqətən də inkişafın və görülən işlərin miqyasını göstərir. Çünki elektrik enerjisi sadəcə rifahın bir göstəricisi deyil, eyni zamanda görülən işlərin həcminin, köçən əhalinin, şirkətlərin fəaliyyətinin göstəricisi olaraq çox maraqlıdır. Enerji infrastrukturunun qurulması, qazlaşdırılma prosesi, yarımstansiyaların tikintisi və digər məsələlər Xankəndidə enerji təminatı məsələləri işçi qrupunun iclasında müzakirə edildi. Bildirildi ki, işğaldan azad ərazilərdə enerji infrastrukturunun müasir tələblər əsasında qurulması prioritetdir. Fidan Mahmudova, Nuran Ələkbərli, Şahnun Qasımova, ATV Xəbər.